Salam müəllimlər. Biz bugün sizinlə 5-ci sinifin 4 və 5-ci mövzularının əsaslı hissələrini, yəni hansı ki imtahanda düşür, onların hər birinə baxırıq və incələyirik ki, hansı hissə əsaslıdır. Çox qiymətli qida məhsuludur tərəvəzlər. Tərəvəz, meyvə və süd olaraq da qeyd edə bilərsiniz. 2023-cü ildə imtahanda düşmüşdü ki, deməli qidalı maddələrin hansından istifadə olunur? Belə basitcəsilə desə, pomidor, xiyar da meyvədir. Kök və çuğunturda köklərdir. Cəfəri və şüyüddə isə yarpaqlarından istifadə olunacaq. Bəs desək ki, hansından ədviyyat kimi istifadə olunur? Baxın, cəfəri, kişniş, nanə, reyhan və s. Hansının C vitamini desə, soğandır, sarımsaqdır, yanına turp da qeyd edə bilərsiniz. Pomidor 16-cı əsrin ortalarında, 16-cı əsrdə verə bilər. Ona görə diqqətli olarsınız. Bu da Avropaya, hardan? Cənubi Amerikadan gətirilmişdi ki, burada da İtalyanlar pomidora qızıl alma demişdi. Və o zamanlarda pomidor sarımtıl qızılı rəngdəydi. Bu dediklərimin hər bir testlərdə düşür. Pomidorun hansı növləri var desə, rəng, quruluş və dad. Gəlin aydınlaşdıraq. Hər birimiz bazara getmişik və bazar böyük pomidor və kiçik pomidor, yəni quruluşunu yadda saxladıq, almışıq ki, bunun rəngi də biz bilirik açıq rəng olan pomidorlar daha dadlı olur. Rəng varsa yanında dad da mütləq olacaqdır. Qida çoğunluğundan danışırıq. 2 ş, 1 s, yəni ş şirə, ş şorba, s salat. Baxaq pomidor haqqında. Pomidor 1 illik işıq və isti sevər ot bitkisidir. Testə düşəcəkdir ki, deməli 2 illikdir və yaxud da kol bitkisidir. Buna görə diqqətli olun. Su və mineral maddəni güclü kök sistemindən alır. Hansı ki, bir tələbə mənə demişdi, ay müəllim, yarpaqlarından alır. Ona görə diqqətli olarsınız. Daha sonra isə deməli köklərin bu diblər nəyə görə pomidorda doldurulur? Çünki əlavə köklərin yaranması üçün qol budaq atır təbii yeni zoğların hesabına. Bu da testlərdə düşəcəkdir. Və zoğlar nəyə görə budanırsa? Çünki baxın, zoğlar budanır, məhsulun miqdarını azaltdığı və yetişməni yubatdığı üçün. Pomidorun toxum halında, yəni ta ki pomidor olana qədər dövr varsa, cümlədə dövr görsəniz, 100-130 gün ərzində olacaq. Deməli, bunu yadda saxlayın, sonra izah edəcəm. Deməli, praktik işi yerinə yetirəndə 3 dənə qeyd götürmək lazımdır. Nədir? İşin növü, aparılma tarixi və inkişaf mərhələsi əsaslıdır. Pomidorun hazırlanması zamanı baxın, qeyd edirəm, siz də qeydinizi götürün. 1. Texnoloji xəritə. 2-3 saat. Bax, deyək ki, pomidoru isitmə sisteminə yaxın nə qədər saxlayaq? İsitmə 2-3 saat olmaqla yerinə yetirilir. 3-də isə 3-də olacaqdır. Deməli 30 dəqiqə 30 dəqiqə tünd bənövşəyi rəngdə olan manqan məhlulunda testə də düşmüşdük ki, manqan məhlulunda hansı rəngdə olur? Tünd bənövşəyi. Daha sonra baxaq. Deməli, müəllimlər, baxın bir dəqiqə qeyd edək. Dibə düşən toxumlar istifadə olunur. Üzə çıxanlar isə atılır. Deməli, bizə lazımlıdır nə? Dibə düşən balıq. Dibə düşən balıq. Daha sonra isə yumurta və toxum. Toxum daha yaxşı hesab olunur. Bu da testlərdə düşəcək. Drenaj özü fransız sözündən götürülüb, xəndəklər və borular vasitəsindən susuzlaşdırmaqdır. Testə düşsə əgər, bu xəndəkdə üzərinə torpaq. Torpaq hansı ki 15-20 sm olmaqla əlavə olunur. Münbit torpaq. Açar sözümüz konspektdə də olacaqdır. Münbit torpaq görsəniz olacaqdır 15-20 sm. Bu zamanda şırımlar açılır. Bu zamanda şırımlar açılır kiçik çubuq vasitəsi ilə. Pomidorun
yəni isti qalmasını istəyiriksə, bu zaman polietilen yəni örtükdən istifadə edirik. Hansı ki biz plyonka deyirik də, ondan istifadə olunur. Cücərtilər çıxmağa başlayır 4-6 gün ərzində. Bu zamanda təbii örtüklər çıxarılmalıdır və testə də düşəcək. İsti, yəni işıqlı olan bir yerə qoymaq lazımdır. Testdə sizə belə düşəcək ki, misal üçün işıqlı yerə nə zaman qoymaq lazımdır? Belə. Neçə yarpaq açdığı zaman, 3-4 yarpaq açdığı zaman təbii biz bunları xırda çubuq vasitəsilə deməli torpaqdan çıxarmaq lazımdır. Testə düşmüşdük ki, torpaqdan çıxarılması bıçaq vasitəsilə, bel vasitəsilə və s. olur ki, bunların arasında da məsafə olacaq əkiləndə 8 məsafəsi 8 12 sm olmaqla. Və hündürlük sözündə görsəz təbii deyəcəksiniz ki, 10-15 sm, yəni ləkə, yəni dibçəklərə əkilir. Ki, bunun şəkillərinin də izahı olacaqdır. Baxarsınız, izləyin. Və əsas testə nə düşür? Kiçik çubuq, xırda çubuq və paya. Baxın, xırda çubuq görsəniz, bu olacaqdır ştilləri əkən zaman, yəni 3-4 yarpaq açanda. Kiçik çubuq görsəz şırım açan zaman olur. Eyni bir də bunda qeyd edək, cərgə ilə əkilir. Amma paya görsəniz, hansı ki bayaq qeyd etmişdim sizlərə, paya ümumi olacaqdır. Yəni ümumi hissələrdə. Bir də bunu qeyd edək sizlərlə ki, hər hansı bir kotan növündən, beldən istifadə olunmur. Sadəcə bu pomidorun əkilməsi dibçəklərdə belə deyək, dibçəklərdə əkilməsidir. Yəni bir sahədə əkilməkdən söhbət getmir. İndi isə 5-ci mövzuya baxaq biz sizinlə açar sözləri ilə. Məişət mədəniyyətinə nələr daxildir? Sadəcə evdə hər birimiz, misal üçün evi təmizləyirik, səliqəli saxlamalıyıq, ev təsərrüfatının bölüşdürülməsi, büdcənin bölüşdürülməsi və təbii ailədə olan şəxslərin bir-birinə hörmətlə yanaşılmasıdır. Bu da testlərdə düşəcək ki, məsələn, hansı aidlik diqqətli olarsınız. Baxaq. Mebel hissələrini birləşdirmək üçün olan furnitur var, bir də köməkçi var. Furnitur desə, bu dediyimiz kimi çipləşdirici, mağaz saxlayıcı, amma köməkçi desə şurub olacaqdır. Baxın izahlarına. Bu künclük. Görürsüz künclük. 1, bir də 2. 2 deməli düz bucaq altında yerləşən, düz bucaq altında yerləşən 2 metal lövhəcikdən ibarətdir. Görürsünüz? Bu da nəfəslik, rəf və çərçivənin hazırlanmasında istifadə olunur. Rəf saxlayıcı haqqında danışırıq. Həm bu metaldan, həm də plastikdən ola biləcək. Biz bunu real olaraq görəcəyik 9-cu sinifdə. Bu da üfüqi rəflərin bərkidilməsi açar sözümüzdür və ən əsas bir tərəfi bağlı deşiklərə quraşdırılır. Testdə də bu yanlış olaraq götürə bilərsiniz. İndi isə baxırıq kipləşdirici. Kipləşdirici ada bax, bizə də. Kipləşdirici, K-dan sonra i gəlir. Kipləşdirici bir-biri ilə bərkidilmiş, vintlə bərkidilmiş 2 qalın metal künclük, 2 qalın metal künclük və lövhəcikdən ibarət olacaqdır. Əsas açar sözümüz yan tərəf görsəniz kipləşdiricidir. Yan divar görsəniz əgər, baxın, bu rəf saxlayıcıdır. İndi isə baxaq qıfıl, dircik və qıfıllar haqqında. Harda bağlamaq görsəniz qıfıl dircikdir. Bax, bundan söhbət gedir. Harda deməli açıb bağlamaq, açıb örtmək görsəniz dəstəklərdir və dəstək də metaldan, taxtadan, nazik plastik kütlədən olur. Nədən? Nazik, tezdə düşəcək qalın. Diqqətli olarsınız. Maqnit saxlayıcı hərəkətli olmaqdır. Hərəkətli olmağa xidmət edir. Maqnit saxlayıcını da göstərək sizin üçün. Maqnit saxlayıcıdan daha sonra isə həncama. Diqqətli olun, görün nə deyəcəm. Deməli, deyir ki, bərkitmək, hansı ki, bayaqdan deyirdi, bağlamaq, açmaq hərəsinin açar sözü var. Amma bərkitmək 2 yerdə açar sözdür. Bir görsəniz ki, furniturların adlarını çəkir, bərkidirsə, bu şurubdur artıq. Furniturlar bərkidirsə, şurubdur. Yox, əgər misal üçün dolab görsəz, yazı masası görsəz, bunu bəlkədir desə, bu olacaqdır. Həncama biçirik. Həncamanı da göstərək.
Mhm. Mebel deyək ki, uzun müddət işlətdiyimiz zaman təbii zəifləyir ki, bu zamanda nə etmək lazımdır? Bu belə hallarla rast gəldiyimiz zaman köhnə şurubu çıxardırıq və daha böyük şurubdan istifadə edirik. Və yaxud da bu alınmayacaqsa, taxta milcik vurulur, yəni mantar salınır və köhnə şurublar bağlanılır. Testə düşə bilər ki, sizə özündən yenə böyük şurubdan istifadə olunur. Buna ehtiyac yoxdur. İndi isə maqin saxlayıcının ardıcıllığına baxırıq. Dərsdə bunu tam izah etmişdim. Ümid edirəm ki, başa düşdünüz. Maqin saxlayıcı haqqında danışaq. Maqin saxlayıcının ardıcıllığı lövhəcik və qəlbin yeri müəyyən olundu. İlkin olaraq lövhəcik bərkidilib. Bax, 1 lövhəcik gəlib, 2 lövhəcik, 3 baxmalıyıq ki, üst-üstə düşsün, 4 bizlə qeyd etməkdir, 5 axıra qədər burunmadan bərkitmək, 6 isə dəqiq əmin olduqdan sonra bərk, yəni axıra qədər burulur. Aydındır?